Bəqərə surəsində deyilir, Allah yolunda öldürülənlərə ölü demeyin. Əksinə onlar Allah dərgahında diridirlər. Şəhidlik yalnız dinli və milli anlamda deyil, eyni zamanda real düşüncəyə görə də müqəddəs bir əməldir. Səbəbi isə çox sadədir. Bir insan inandıqları uğrunda, əzizləri, doğmaları uğrunda, canından, qanından, Tanrının ona bəxş etdiyi ömürdən vaz keçir. Başqaları rahat, huzur içində yaşasın deyə öz həyatına son qoyur. Bu qərar çox az insanın çox qısa müddətə verə biləcəyi çox ağır bir qərardır. Xüsusilə də ömrün bahar çağında, gənc yaşında canından olmaq heç bir şeylə müqayisə edilə bilməz. Allah Teala bu ömrü bizə yaşamaq, yaratmaq, bu dünyanı gözəlləşdirmək üçün verir. İnsanın xidmətindən, insanların var ola biləcəyi hər şeydən üstün bir şeydir. Qardaşım da bu yolda bizlər və vətən uğrunda şəhid oldu, oğul. Ata, fikir vermişəm, İsmail şəhid olandan sonra tar çalmırsan. Niyə? Vaxt var idi, kün-kənd yığılardı sənin gözəl ifana. Mükətdə bir musiqi məktəbi, bu məktəbin bir tar şöbəsi, orada bir Qurban müəllim var. Yadımdadır, kəndin bələdiyyə sədri sənin haqqında belə demişdi. İsmail'dən sonra heç nəyə həvəsim qalmıyıb, oğul. Sən şükür elə ki, o taraf orada hələ də durur. Oğlumun yadigarı olaraq sadəcə mən onu qorumağa çalışıram.